Şair Nacilə Səfərli efirdə kövrəlib. Nacilə atasının xəstəliyindən danışarkən göz yaşlarına hakim ola bilməyib. Şairə tarixin bir günü verilişində xərçəngdən əziyyət çəkən atasının onu tanımadığını bildirib. Atam gilə getmişdim. Dedim, ay ata, gözün aydın. Qız nəvənə üzük gəlir bu həftə. Bacımın qızına 6-cı gün həri üzüyü gəlir. Atam keçib içəri, anama deyib, o gəlin kim idi? Məni tanımayıb atam. Anam deyib, sənin qızındır. Müğənni Təranə Qumral gün ortası verilişində qonaq olub. İfaçının həyat yoldaşı müğənni Musa Musayevlə bağlı açıqlaması müzakirələrə səbəb olub. Belə ki, o, həyat yoldaşının ondan əvvəl dünyasını dəyişməyi istədiyini bildirib. Musa həmişə namazda Allaha dua edir ki, birinci mənim canımı al. Mən də bunu istəyirəm. Çünki mən onu şanlı şöhrətli dəfn etdirməliyəm. İndi yas yerlərinə gedənlər deyir ki, nə gün də keçdi. Musa məndən əvvəl rəhmətə getsə, üzürlü say. Səni şanlı şöhrətli dəfn etməliyəm ki, dillərə dastan olsun. Əgər mən birinci ölsəm, onu o cür dəfn edən olmayacaq. Ondan 3 gün sonra da özüm ölərəm. Qoy məni dəfn edən olmasın.